Azərbaycanda prokurorlara və Daxili İşlər Nazirliyinin əməkdaşlarına vətəndaşları psixiatriya müayinəsinə göndərmək səlahiyyəti verilə bilər. Bu barədə psixiatriya yardımı haqqında qanuna təklif edilən yeni dəyişiklik layihəsində öz əksini tapıb. Qanun layihəsində qeyd olunur ki, əgər psixi pozuntusu olan şəxsə tibbi yardımın gecikdirilməsi onun özü və ya ətrafındakılar üçün təhlükə yaradarsa, həmin şəxs özünün və ya yaxınlarının razılığı olmadan da müayinəyə aparıla biləcək. Bu zaman prokurorun və ya Daxili İşlər Nazirliyinin rəsmisinin qərarı müayinə üçün əsas sayılacaq. Bəs bu səlahiyyət sui-istifadəyə yol aça bilərmi? 3-cü Respublika platformasının qurucu heyət üzvü Araz Əliyev deyir ki, qanuna dəyişikliyi təklif edənlər anlamır ki, polisin tibbi təhsili yoxdur və o, müşahidə ilə xəta törətmiş şəxsi psixiatrik xəstəxanaya qapatmaq üçün qərar qəbul edə bilməz. Təbii ki, bunun ilk növbədə sınaqdan keçiriləcəyi şəxslər məhz Azərbaycanda olan müxalif yönlü ictimai fəallar və yaxud da müxalif ictimai fəallara ehtiyac yoxdur. Sadəcə olaraq müxalif yönümlü ictimai diskursda, belə deyək də, hakimiyyətin, necə deyərlər, maraqlarını müdafiə eləməyən, hansısa formada etiraza qalxmış, öz etiraz səsini ucaldan, ifadə haqqından istifadə edən şəxslər olacaq. Çünki bu cür şəxslərin hamısını dövlət aydındır ki, həbs eləyə bilməyəcək və bunları həbs eləyərək beynəlxalq təşkilatların qarşısında onları göz önündə bir növ siyasi məhbus, belə deyək, sayını artırmaq da istəmir. Amma eyni zamanda bu cür insanları həm də neytrallaşdırmaq istəyir. Bu neytrallaşdırmanın zaten təcrübədən keçmiş yolu ki, buna gələcəm, bu cür, belə deyək də, psixoloji təzyiq mexanizmləridir. Ona görə təcrübədən keçmiş deyirəm ki, bunun artıq dünya tarixində bir örnəyi var, SSRİ nümunəsi. Bildiyiniz kimi SSRİ xüsusilə 70-80-ci illərdə kim ki dissident idi, kim ki partiyanın fikirlərini bölüşmürdü və kim ki Sovet dünyasına tamamilə fərqli bir dəyərlər, hətta bunların içərisində rock musiqisinə qulaq asmaq belə var idi. Bunlarla məşğul olursa, bu adamları ilk növbədə psixoloji dispansərə salırdılar. Araz Əliyevin fikrincə, sui-istifadə hallarının artacağına görə hüquq mühafizə orqanları üçün əlavə rüşvət qapısı da açılmış olacaq. Reallığı danışmaq lazımdır. Bugün Azərbaycanda hansısa bir xaricdəki blogerə like atdığına görə, onun belə deyək də postunu bəyəndiyinə görə və ona bir şərh yazdığına görə insanlar təqib olunur. Biz belə bir dövrə gəlib çatmışıq və bu insanların böyük əksəriyyəti ya inzibati formada həbsdən təhdid olunur və s. Amma irəliki dövrlərdə, hansı ki bu 2027 və 2028-ci illərdə biz zaten bir iqtisadi böhranın gələcəyini artıq görürük. Bütün müstəqil ekspertlər bununla bağlı ortaq belə deyək də qənaətdədirlər. Belə bir vəziyyətdə zaten gözlənilən odur ki, insanlar bir etiraz səsini çıxaracaqlar. Bəli, kütləvi olmasa da bu fərdi qaydada insanlar öz etirazını, səsini ucaldacaqlar. Bu yaxınlarda rayonlarımızın birində bir vətəndaş sırf etiraz elədiyinə görə öz maşınını yandırdı və bu qanunun perspektivindən biz düşünəndə həmin insanı artıq etirazçı bir motivasiyadan çıxararaq həmin insanı çox sadə şəkildə dispansərə salacaqlar və bəlkə də zorakı yolla müalicəsinə başlayacaqlar. İnsan haqları müdafiəçisi Fuad Əhmədli deyir ki, qanuna dəyişiklik qəbul olunarsa, reallıq üçün xüsusi dəyişiklik olmayacaq. Çünki Azərbaycanda onsuz da ictimai-siyasi fəallar, etirazçı insanlar həbs olunanda məhkəmədə barələrində sifarişli qərar verilirdi. Bu təklifin qəbulundan sonra da şəxslərin psixiatrik xəstəxanaya qapadılması, yönləndirilməsi sifarişli olacaq. Sistem vahid mərkəzdən idarə olunur. Sistem bir nəfərin iradəsinə, istək və arzularına bağlıdır və buna görə də xüsusi bir şey gözləməyə dəyməz. Və bu reallıq bəlli ki, yəni situasiya onu göstərir ki, uzun bir müddət sadəcə olaraq belə deyək, Azərbaycanda mövcud iqtidar, mövcud siyasi hakimiyyətin özünü və yaxud da yanaşmasını dəyişməyə qərar vermədiyi günə qədər də eyni formada qalacaq. Psixiatriya xəstəxanasına yerləşdirilməsi hər bir şəxsin də o cümlədən insanın azadlığının məhdudlaşdırılmasıdır, insanın barəsində məcburi müalicə növünün seçilməsidir. Yəni polisin Azərbaycanda mənim bildiyimə görə bir polis psixoloq ixtisaslı olmağa məcbur deyil, polis parapsixoloq deyil, polis yəni nevropatoloq deyil və yaxud da hər hansısa bir tibbi ekspert deyil ki, bununla bağlı qərar versin.